İqtisadiyyatın müxtəlif istiqamətlərində həyata keçirilən tədbirlər ilin ilk yarısında da nəticəsini verməyə davam edib. Formalaşan makroiqtisadi göstəricilər iqtisadi aktivliyin qorunduğunu, istehsal və xidmət sahələrində yaradılan dəyərin isə ümumi inkişaf tempinə müsbət təsir göstərdiyini ortaya qoyur. 2026-cı ilin yanvar-iyun aylarında Muxtar Respublikada ümumdaxili məhsul istehsalı 835 milyon 460 min 500 manat olmuşdu ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur. Qeyd edim ki, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumdaxili məhsulun həcmi isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2% artaraq 1767,5 manat olmuşdur. İqtisadi artımın əsas hərəkət verici qüvvələrindən biri olan sənaye sektoru hesabat dövründə də inkişaf tempini qoruyub saxlayıb. İstehsal imkanlarının genişlənməsi və real sektorda müşahidə olunan dinamika ümumi iqtisadi nəticələrdə də öz təsirini göstərib. Cari ilin yanvar-iyun aylarında Muxtar Respublikada 275 milyon 908 min 700 manatlıq sənaye məhsulu istehsal edilmişdi ki, bu da 2025-ci ilə müvafiq dövründəki göstəricidən 3,2% çoxdur. Sənaye məhsulunu 242 milyon 650 min 300 manatı və ya 87,9% malların, 33 milyon 258 min 400 manatı və ya 12,1% isə xidmətlərin payına düşmüşdür. Qeyd edim ki, bu dövrdə sənaye məhsulunun 0,1% mədən çıxarma, 82,9% emal, 15,4% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Xarici iqtisadi əlaqələrlə müşahidə olunan dinamikada iqtisadi fəallığın mühüm istiqamətlərindən biri olaraq qalır. Ticarət dövriyyəsində qeydə alınan dəyişikliklər Muxtar Respublikanın xarici bazarlarla iqtisadi münasibətlərinin inkişafını və bazar aktivliyinin davam etdiyini göstərir. Cari ilin yanvar-iyun aylarında Muxtar Respublikanın xarici ticarət dövriyyəsi 70 milyon 470 min 950 ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 6 milyon 649 min 400 dollarını və ya 9,4%-ni ixrac olunmuş məhsulların 63 milyon 821 min 550 dollarını və ya 90,6%-ni isə ithal məhsullarının dəyəri təşkil etmişdi. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə xarici ticarət dövriyyəsi 22,5%, o cümlədən ithal 23,4%, ixrac isə 14,4% artmışdı. Beləliklə, ilin ilk 6 ay üzrə açıqlanan rəsmi statistika iqtisadiyyatın əsas istiqamətlərində artım meylinin davam etdiyini göstərir. Müxtəlif sahələrdə həyata keçirilən inkişaf tədbirləri istehsalın genişlənməsinə, investisiya fəallığının yüksəlməsinə və xarici iqtisadi əlaqələrin möhkəmlənməsinə öz təsirini göstərərək Muxtar Respublikanın sosial-iqtisadi inkişafına töhfə verməyə davam edir.